Şəkilimdən heykəl var, ondan götür. Ana Haray heykəli. Bilirəm. Elə bu yanınızdakı kimdir bax bu? Valla o da Xocalıdandır, amma bilmirəm mən. Necə xilas oldunuz? Bax o anı bax, həmən anda elə bil ki, bu bizim əskərləri gedib gətirib, deyib ki, heç olmasa arxadan vurun, aparma, ermənilər aparmasın. Ermənilər aparmasın. Ermənilər də qoymurdu. Oradan da həmən ermənilər bizim pulumuzu, qızılımızı, nəyimiz var da orada sunluqda əlimizdən almışdı hər şeyi. Və necə çıxdınız oradan? Mən uşaq qucağımdaydı. Alıb qaçdım. Yerini göstərim. Deyim, onsuz da öləndə. Qaçdınız? Ora yerini göstərim bizimkilərə ki, vurun da, oranı vurun. Çox bizimkilərdən qabağa gedənmir. Gedəni öldürürdülər. Biz təpədəydik, erməni burada. Bizimkilər də oradan gəlirdi. Oradan şeylədim, yerlərin getdim, oradan çığıra-çığıra. Adam keyir, hiss eləmirsən, o ölüm qorxusu olmur. Həqiqətən indi adam fikirləşir ki, yəni o boydanı mən keçib gəlmişəm o boyda. İkiniz bir yerdə xilas oldunuz, körpəklə bir yerdə. Sonra bibimgili də xilas elədik. Bizi amma apardılar avtobuslarla. Elə mən onlardan ayrı düşdüm. Uşaqla mən apardılar Ağdama. Uşaq necə oldu, ayıldı bəs? Hansı anda ayıldı? Ağdama çatanda ayıldı uşaq. Amma qucağımda yatır. Elə bildim ölüb də, dedim, onsuz da bu da ölüb, məndə nə tər olsun. Adam ölüm qorxusu olmur onda. Qorxusu yox. Olmur adamda ölüm qorxusu.